Beləcə Heydərin 2 oğlu var. Hamımız bu video çarxları izlədik, bu video görüntüləri çox maraqlı idi. Dövlət başçımız, birinci vitse-prezident Mehriban Əliyevla bir yerdə Ağdamda olublar. Bəli, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Çox maraqlı görüntülərdir də, hər biriniz görmüsünüz o görüntüləri. Təbii ki, mən istinad edirəm Axşam.az-a. Görüş zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb. Elə doğrudan dövlət başçımız da yumorludur. Bəzən insanlarla o qədər səmimi olur ki, hər birimizə xoş olur ki, yumor da var bizim dövlət başçımızın. Marif Həsənov, Marif Hüseynov erməni demək sakinlə görüşür və adı Marif Hüseynov. Erməni sevinəcəkdir, deyəcəkdir. Qarabağda bizimdir. Elə Qarabağ atları da. Öpürəm sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Bəli, Marif Hüseynov deyir, Ağdam sakinidir. Mehriban xanımda çox maraqlı. Mehriban xanımda da yumor var. Bizim vitse-prezidentimizdə. O da deyir ki, balaca Heydər artıq böyüyüb. O görüntü çox maraqlıdır və gülür. Marif Hüseynov çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun. Mehriban xanım Əliyeva deyir, çox sağ olun. Demək, Prezident İlham Əliyev çox gözəldir. 2 uşağı var. Sakinlər hamı bir yerdədir, Allah saxlasın. Prezidentimiz təkrar bir də 2 oğlu var. Maraqlıydı, maraqlı bir görüntülərdir, maraqlı dialoqdur. Allah onları xoşbəxt etsin. 2 nəvənizi və digər nəvələrinizi.